Salam değerli əziz izləyicilərimiz, sizin üçün çox gözəl bir dənə təkliflə gəlmişəm değerli dostlar. Evimiz 160 nömrəli avtobusun yolunun tam üstündə demək olar ki. Evlə avtobusun arası 20-30 metr dostlar. 2 sot yarımda 4 otaqlı evdir, şəxsi evdir. Evimizin ala yarımçıq ev işlərini də sizin üçün tam deyəcəm. Qiymət videonun sonunda deyiləcək. Qazımız, işığımız, suyumuz mövcuddur dostlar. Həyətinə rahatlıqla maşın daxil olunur. Değerli dostlar, evimizin çöl fasadı. Yuxarı bu apşıqası hər bir şey nəyi varsa vurulacaq. Evimizin bu tərəfin subağı da, yəni malası vurulacaq. Padvalın qapısı qoyulacaq. Yəni ev yəsin özü ustadır. Sadəcə imkanı olmadığı üçün görə bilmir. Amma belə deyim də, yəni o qiymətin içində bu işlər hamısı görülüb veriləcək. Kombimizdir, pitimitkamızdır buradadır değerli dostlar. Evimiz kürsülüdür. 160 nömrəli avtobusdan düşdünün 20-30 metr məsafədə evə girirsiniz. Qalxırıq evin içərisinə dostlar. Evimizin girişidir. Koridoru gördüğünüz kimi qəşəng genişdir. Burada sağ tərəfdə bizim böyük bir dənə qonaq otağımız var değerli dostlar. Evimiz təcili satıldığı üçün qiymətdə endirim olunubdur. Yenə də inşallah qiymətdə endirim olunacaq real müştəriyə dostlar. İnşallah keçirik indi evimizin yataq otağına. Burada bir dənə belə bir yataq otağı var, qəşəng geniş. Bu otaq dostlar remont olunub tam veriləcək sizə, təmir. Yəni təmir veriləcək. Burada bizim yenə belə deyək, üçüncü yataq otağıdır dostlar. Üçüncü yataq otağıdır. Bir qonaq otağı, ikinci yataq otağı, üçüncü yataq otağı. Burada da bizim sanitar ve sanuzelimizdir. İstipoldur değerli dostlar, polumuz. Yeni keçəcək inşallah evin mətbəxini tanış edəcək. Değerli dostlar, burada da bizim mətbəximizdir. Mətbəximiz də qəşəng genişdir, işıqlı evdir. Evimizin dört tərəfi də zaborda deyil. Değerli dostlar, evimizin qiyməti 97.000 manata deyilir, amma tam təmirlə, tam remontdur dostlar. Çölün fasadına kimi, həyətin tam et daşına kimi vurulacaq. Değerli izləyicilərimiz tam küçənin üstündədir. İnşallah qiymət münasib qiymətə deyilir. Reallıq olsa yenə də endirim olunacaq. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.